Hər vaxtınız xeyir, dəyərli dostlar. Bütün qeyd edən tanışları, dostları Ramazan bayramı münasibəti ilə mən də təbrik edirəm. Ən xoş arzularımı çatdırıram. Bol ruzi, bərəkət, saflıq və mənəvi təmizlik. Təbii ki, bu arzuların öndə gələnləridir. Təbii ki. Bu qısa videoda bir sıra fikirlərimi sizinlə bölüşəcəm. O cümlədən bir sıra məlumatları diqqətinizə çatdıracağım. İlk növbədə onu qeyd edeyim ki, bu bayramın kökündə tərki dünyalıq fəlsəfəsi dayanır. Müvəqqəti də olsa, insan dünya nemətlərindən könüllü surətdə əl götürür. Və Ramazan sözünün əslində ərəb dilində Ramadan, indi mən ixtisasım deyil və ərəb dilində sözün kökü Ramadadır. Ramadadan gəlir və bu sözdə qaynar, qızmar olmaq mənasını verir. Bu etimoloji mənasıdır sözün. Bilirsiniz ki, Ramazan ayı İslam təqvimində 9-cu aydır. Bu aydan etibarən belə bir iddia var, ehtimal var, mülahizə var ki, havalar isinir, qızınır. Bununla əlaqələndirənlər var bir sıra mənbələrdə və bir çox İslam teoloqları, ilahiyyatçıları isə Ramada sözünün etimoloji mənasından uzaq dururlar və qeyd edirlər ki, oruçluq dövründə insan orqanizmi təmizlənir. Bunun müəyyən tibbi sübutu da var. Hətta tibbi məqsədlərlə insanlara bəzən yeməkdən, içməkdən uzaq durmaq məsləhət görülür. Bunu bilirsiniz. Və bir sıra İslam ilahiyyatçıları belə izah edirlər ki, yeməkdən uzaq duran, içməkdən uzaq duran insanlar həm bədənən, həm də ruhən sağlamlaşırlar, müəyyən metabolik proseslər gedir və qan dövranı yaxşılaşır və s. və insanın həm məsələn mədəsi və digər orqanları, eləcə də insanın ruhu istilənir, nurlanır, insan saflaşır və beləliklə də deyək ki, bu ritualın önəmliliyini, əhəmiyyətini vurğulamağa çalışırlar. Məlumdur ki, bu Ramazan bayramı ərzində yerinə yetirilən bu deyək müvəqqəti tərki dünyalıq prinsipi əslində həm də İslam dininin 4-cü sütunudur. Digər sütunları bilirsiniz təbii ki. Onları sadalamayacağam. Və bu sütunun 2 pilləsi var, 2 tərəfi var. Birincisi ərəb dilində demək siyam sözündən, kəlməsindən ifadə olunur və siyam yemə, içmə və bir də şəhvətani deyək hisslərə, davranışlara ara vermə mənasını verir. İkincisi isə savm sözüdür. Savm sözü isə danışığa ara verməkdir. Yəni bu dönəmdə bəzən danışmağa ara verməklə də deyək bu ritual yerinə yetirilir. Bu mənada tərki dünyalıq sadəcə İslama mı aiddir, yoxsa ondan əvvəl də mövcud olub? Önəmli sualdır və cavab bir mənalı şəkildə izah oluna bilər. Təbii ki, İslamdan əvvəl də bu
kimi rituallar olub. Bu formada tərki dünyalıq ritualları olub. Nə zamandan başlayıb yemək, içməyə və digər o deyək, insan orqanizmi üçün müəyyən mənada zərərli olan vərdişlərə ara vermək nə zaman meydana gəlib? Bilirsiniz, bəzən yemək içmək də hətta zərərlidir. Dahi Nizami Gəncəvinin söylədiyi kimi, birinci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. İki izah var mən araşdırmalarıma görə. Birinci, yəni nə zaman bu tərki dünyalıq, müvəqqəti tərki dünyalıq, bugünkü anlamda desək oruç tutma nə zaman başlayıb? Birinci yanaşma bundan ibarətdir ki, xüsusilə də İslami mənbələrdə bura toxunulur. Adəm Peyğəmbərlə başlayıb, çünki o yer kürəsinə göndəriləndə, müəyyən deyək, cənnətdən qovulanda, bu təbirlə desək, ona müəyyən deyək, qadağan olunmuşdu. Müəyyən qidalardan uzaq durmalıydı. Amma elmi araşdırmalar və elmi mənbələr də var və bu mənbələrdə qeyd olunur ki, xüsusilə də Hindistanda eramızdan deyək 1500 il əvvələ tarixi gedib çıxır oruç tutma ritualını. Hinduizm, Vedizm, deyək digər qədim Buddizmin özündə bu var. Bilirsiniz ki, Budda da bir Hind fəlsəfəsində, Hind teologiyasında peyğəmbər hesab olunur. Hətta bəzən Tanrı hesab edilir, o mənbələrdə Tanrı kimi də təqdim olunur. Və daha çox təbii ki, Tanrı kimi tanınır. Və qədim Yunanistanda da belə bir ritual olub, amma qədim Yunanistanda daha çox bu tibbi məqsədlərlə tətbiq olunmağa başlayıb və eramızdan əvvəl 5-ci əsrdə məşhur Hippokratın adı ilə və təlimi ilə bağlıdır. Sağlamlıq naminə Hippokrat bir sıra hallarda bəzi xəstələrinə yemək içmədən, xüsusilə də bir sıra qidalardan uzaq durmağı həkim olaraq tövsiyə edirdi. Bugün digər mədəniyyətlərdə oruç tutma varmı? Cavab yenə də bir mənalı şəkildə bəlidir. Məsələn, xristianlıqda Lent deyilən bir oruç tutma mərasimi var. Bunun da tarixi tam erkən xristianlıq dövrünə gedib çıxır və qeyd olunur ki, dini mənbələrdə İsa Peyğəmbər özü iblisə müqavimət göstərib və 40 gün onun o səblazımlarına, iblisin onun yoldan çıxarmasına müqavimət göstərib və 40 gün oruç tutub. Yəni yeməkdən, içməkdən və digər tələb olunan yeməkdən, içməkdən uzaq durub, digər tələb olunan ritualları yerinə yetirib. Hinduizmdə eyni zamanda belə bir ritual var, Vrata adında, Vrata. Yəhudilikdə heç şübhəsiz ki, bu cür rituallar var və Yəhudi xalqının tarixi bilirsiniz ki, bir sıra faciələrlə, təəssüflər olsun ki, səciyyələnir və bu oruç tutma mərasimlərinin bəziləri məhz bu faciələrin anılması ilə əlaqədardır. Məsələn, Yəhudi təqvimində Tevetin 10-cu günü Yəhudilər deyək, oruç tuturlar. Bu nə ilə bağlıdır? Deməli, eramızdan əvvəl 587-ci ildə Babilon hökmdarı Nebuchadnezzarın Yerusəlimi
mühasirəyə alması və Süleyman məbədini dağıtması, nəticədə Yəhudilərin də Yeruşalimdən sürgünə göndərilməsi belə bir faciəvi hadisədir və bu tarixi hadisədir və bunun məsələn qeyd edirlər artıq uzun əsrlərdir. Beləliklə qeyd edə bilərik ki, belə bir nəticəyə gələ bilərik ki, oruçluq və Ramazan ayında təbliğ olunan bu ritual əslində qlobal, ümumbəşəri bir ritualdır. Özündə bir çox humanist, insani dəyərləri əks elətdirir və bunu bütün insanlığa, bəşəriyyətə aşılamağa çalışır. Bütün dinlər, mədəniyyətlər bu və ya digər formada, müxtəlif tarixlərdə olsa da, müxtəlif formalarda olsa da bu kimi ritualları həyata keçirirlər. Və bu ritualın da əsas məqsədi insanlarda çox gözəl və həddindən artıq faydalı hisslərin formalaşdırılmasından ibarətdir. Başlayanda dedik ki, bu bir müvəqqəti tərki dünyalıqdır. Bu ritual ilk öncə insana maddi nemətlərin daimi olmamasını aşılayır. Təbii ki, daimi tərki dünyalıq heç kim tərəfindən yaxşı qarşılanmır, qarşılana bilməz, amma müvəqqəti formada insan könüllü sürətdə bu tərki dünyalığa gedir və ancaq o zaman özü o şəraitdə olub, o situasiyada olub, ac, susuz vəziyyətdə qalıb, yaxşılığın və pisliyin əsl dəyərini anlaya bilir, sözün əsl mənasında dərk edə bilir. Və biz nəticədə məhz bu gözəl dəyərləri özündə əks elətdirən ritual vasitəsilə dünyada sülhə, əmin-amanlığa, təhlükəsizliyə və eləcə də insan hüquq və azadlıqlarına əməl olunması prinsipinə və eləcə də təbiətin qorunması, qlobal problemlərin həll olunması kimi ülvi məram və məqsədlərə nail ola bilərik. Və ən önəmli məsələ burada, bu məqamda hər kəsin, hər birimizin oruc və yaxud bu müvəqqəti tərki dünyalığın mahiyyətini və fəlsəfəsini dərk etməyimizdən asılıdır. Hər nə qədər biz bunun dərinliklərini, əsasını, məqsədini, məramını lazımi surətdə, lazım olan səviyyədə dərk etsək, o zaman mən hesab edirəm ki, biraz deyək, bəlkə də yerinə düşən ifadə deyil, amma bu mənim fikrimdir ki, bəlkə də dünyada mövcud olan problemlərin bir çoxu, böyük əksəriyyəti tezliklə həll oluna bilər. Bu qədər diqqətinizə görə təşəkkürlər və bəyənsəniz like düyməsini tıklamağı unutmayın, paylaşın, abunə olun. Hər birinizin bu gözəl bayramını, bütün qeyd edənlərin təbii ki, bütün dünyada fərqi yoxdur, Ramazan ayında və yaxud digər bütün oruç tutanların, bütün müvəqqəti tərki dünyalıq prinsipinə əməl edənlərin bayramı mübarəkdir. Sağlıqla qalın.